Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri də Mir Cəfər Bağırovdur. Onun ünvanına yaxşı, ləyaqətli insan sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü məni güllələmə yazdır, məni 4 hissəyə bölmək lazımdır deyən Bağırovun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri də namus təəssübkeşliyi idi. Mir Cəfər Mirabbasoğlu Bağırov 1896-cı ildə Qubada anadan olub. İlk təhsilini Mollaxanada alıb. 1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olub. Məktəbi uğurla bitirən Mir Cəfər təhsilini Quba Ali İbtidai Məktəbində davam etdirib. 1913-cü ildə məktəbi bitirib. Quba ziyalılarının topladığı pulla Petrovsk şəhərindəki Petrovsk 2 illik pedaqoji kursuna daxil olub. 1915-ci ildə Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlayıb. 1915-17-ci illərdə Bağırov Nəzəfkənd, Quba şəhər məktəblərində müəllimlik edib. 1917-ci il fevral inqilabı dövründə Bağırov inqilabi fəaliyyətə başlayıb. Qubada əskər və kəndli deputatları sovetlərin yaradılması, fəhlə və kəndli ittifaqının möhkəmlənməsi kimi bir sıra işlərdə iştirak edib. 1918-ci il mart-may aylarından sonra Bağırov gizli fəaliyyətə keçib və Bakıya gəlib. Bakıda Sovet hakimiyyəti 1918-ci ildə yıxılır. Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana qaçır. Mir Cəfər Bağırov 1929-cu il sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edilir və 1930-cu ilin sentyabrına kimi bu vəzifədə çalışır. O, 1932-ci ilin axırlarında yenidən Bakıya göndərilir və həmin ilin oktyabrından Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin olunur. 1937-ci ildə bütün SSR-nin repressiya dalğası bürüyür. Bu prosesdə Azərbaycanın da bir çox ziyalıları repressiyaya məruz qalır. Mir Cəfər Bağırovun fəaliyyətində 1937-38-ci illər qara ləkə kimi iz buraxır. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şairi və yazıçısı, partiya, dövlət xadimi həbs edilir və güllələnir. Bu repressiya təkcə onun deyil, həmin dövrdə SSR məkanında partiya, sovet və təşkilatlarda çalışanların əksəriyyətinin həyatında bir qara ləkə olaraq qalır. Ancaq Bağırov bir çox ziyalını da bu repressiya dalğasından qoruya bilmişdi. Onların başında Üzeyir Hacıbəyov gəlirdi. Onu ən çox təəssüfləndirən isə Mikayıl Müşfiqin ölümü idi. Müşfiqin ölümündən bir müddət sonra o belə deyib: "O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı." Bağırovun Hüseyn Cavidə də çox böyük hörməti olub. O hətta Cavidə Xəzər dənizinin yaxınlığında ev də verib, ancaq Cavidi repressiyadan xilas edə bilməyib. Sovet hökumətinin ən sərt mövqe tutduğu məsələlərdən biri də din məsələsi idi. Bağırov da bu məsələdə çox ciddi idi. Məscidlərin bağlanmasında xüsusi olaraq diqqətdə saxlayırdı, ancaq deyilənə görə onun xilas etdiyi adamlardan biri də Mir Mövsüm Ağa olub. O Mir Mövsüm Ağaya görə şəxsən Stalinin qəbuluna gedib. İkinci Dünya müharibəsi illərində də Bağırovun xidmətləri az olmayıb. O ilk öncə Azərbaycan xalqını sürgün olmaqdan xilas edib. Müharibə başlarında Stalin müsəlman türk əhalisinə güvənmirdi və bu əhalini Orta Asiyaya sürgün etmək istəyirdi. Ancaq Bağırovun səyi nəticəsində Azərbaycan xalqı sürgündən xilas ola bilir. Bağırovun ən maraqlı addımlarından biri də Cənubi Azərbaycanı Şimali Azərbaycanla birləşdirmək istəməsi olub. O, 1941-ci ildə Stalinə məktub yazaraq Polşa ərazisinin Ukrayna və Belarusiya torpaqlarının birləşdirilməsi modelinə istinad edərək İrandakı Azərbaycan əyalətlərinin Sovet Azərbaycanının tərkibinə daxil edilməsi təklifi ilə çıxış edir. Stalin ilk öncə bu məsələyə müsbət yanaşsa da daha sonra fikrindən daşınır. Bağırovun xidmətlərindən biri də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısına alınmasıdır. 1945-ci il noyabr ayının sonlarında Bağırov Ümumİttifaq Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Belankovdan bir məktub alır. Məktubda göstərilir ki, Ermənistan Kommunist Partiyasının katibi Artunov Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-yə verilməsi məsələsinin baxılmasını təklif edir. Malenkov Ermənistandan gələn məktubu Bağırova göndərmişdi. Bağırov məktubla tanış olandan sonra Malenkova məktub göndərir. Məktubda Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması prosesinin tarixi ətraflı göstərilməklə yanaşı qeyd olunurdu. Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR ilə həmsərhəd deyil. Ermənistan SSR ilə Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur rayonları yerləşir. Bağırov məktubunda yazırdı: Ümumİttifaq Kommunist Partiyası Mərkəzi Komitəsi nəzərinə çatdırmağı lazım bilirik ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılması məsələsinə baxarkən Azərbaycan SSR ilə bitişik və əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır. Eyni zamanda Gürcüstan SSR-nin Borsalı rayonunun Azərbaycan SSR-nin tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki
Əhalisi tamamilə Azərbaycanlılardır və Azərbaycan SSR ilə bilavasitə yanaşıdır. Nəhayət biz xahiş edirik ki, Dağıstanın Dərbənd, Qasımkənd rayonları arasında Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur. İlin 9 ayını Azərbaycan ərazisində yaşayırlar, deyə məktubda qeyd olunurdu. Bağırovun siyasi fəaliyyəti kimi şəxsi həyatı da ziddiyyətli olub. Mirzəfər Bağırovun ilk sevgisi görkəmli pianosu və maarifçisi Xədicə Qayıbov olub. O 3 dəfə ərdə olsa da Bağırova heç vaxt hə cavabı vermir. Buna görə Bağırov onu həbs etdirir və sonuncu dəfə hə cavabını almaq istəyir. Bu dəfə də yox söyləyən Qayıbovanı güllələyir və hər kəsin qarşısında hönkür-hönkür ağlayır. 1953-cü ildə Stalin ölür. Stalin ölümündən sonra SSR-də yeni bir dönəm başlayır. Bir çox vəzifəli şəxs həbs olunur. Bağırov da bu prosesdən kənarda qalmır. Bağırov 1955-ci ildə həbs salınıb, istintaqa cəlb olunur. Bakıda 12-26 aprel 1956-cı il tarixində keçirilmiş məhkəmənin hökmü ilə ən ağır cəzaya güllələnməyə məhkum edilir. Mirzəfər Bağırovun məhkəməsi indiki Şəhriyar klubunda keçirilib. Şahidlərin sözlərinə görə Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur. Müharibədə qəhrəmancasına həlak olan oğlu Mircahangir'in qəbrini ziyarət etmək. Məhkəmə heyəti Bağırova icazə verir. Bağırov oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. May ayının 5-də ölüm hökmü icra olunur.